Baxın, dəvətçi adam, yadınızda saxlayın. Kimsə dəvət edirsinizsə, bəzi qaydalar var. Bəzi şeylər var ki, bu şeylər yerinə oturduqda, inşallah ki, Allahın izni ilə sənin dəvətin bərəkət tapacaq. Onlardan birincisi, insanı dəvət etməkdən ötürü, yəni Allah Taalaya birinci dua eləmək lazımdır. Çünki Allah səni istəməsə ki, sənin dəvətin onun qəlbində yer tapsın, sən vasitə olasan, sən nə qədər çalışsan da, hətta bir gecədə Quranı onun qulağına xətm etsən də, mümkün deyil qardaş. Allah istəmədikcə bu şey olmur. Yəni, insan etiqad eləməlidir ki, mutlaq hidayət Allaha aiddir. Sən sadəcə irşad edərsən, yəni sən yol göstərərsən sadəcə. Və birinci dua etmək lazımdır. Və sonra, dua etdikdən sonra mübah səbəblərdən yapışmaq lazımdır. Şəriətin göstərdiyi səbəblərdən. Bəzən görsən, dəvətdə xələl gəlir, bidət əhlinin ən çox etdiyi şeylərdən. Dəvət edir, elə dəvət edir ki, batil yollarla, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnədə göstərmədiyi yollarla, haramlarla və s. belə şeylərlə dəvət edir ki, sırf o gəlsin, neyəsin, o gəlsin, namaz qılsın deyə. İnsanına görə şam kimi olmalı deyil. Şamın misalı nədir? Özü əriyir, başqalarını işıqlandırır. Yəni, bu cür olmaq lazım deyil. Yəni, şamın misalı olmaq lazım deyil dəvətdə ki, özü əriyir, başqalarını işıqlandırır. Ona görə də özünü əritmədən işıq verməlisən. Özünü əritmədən o nur verməlisən. Allah Taala'nın nurunu, bu dəvəti onlara verməlisən. Və sonra Allaha dua elədikdən sonra müəyyən səbəblərdən yapışmaq lazımdır. O səbəblər də ki, insanın Allahın dinindən müəyyən qədər, müəyyən səviyyədə öyrənməsidir. Çünki insanların qəlbinə yol tapmaqdan ötürü dəvətdə elmli olmaq mühümdür. Çünki sən nəyə dəvət edəcəyini bilməlisən. Xüsusən də bu dönəmlərdə. İnsanlarda görürsünüz ki, şübhələr günü-gündən artır. Sənlə oturacaq elə bir şübhə gətirəcək ki, sən qadir olmalısan onu dəf eləməyə. Aydındır. Və bunu elm olandan sonra nə etməlisən? Özün də çatdıracağın şeylərə əməl eləməlisən. Bu da mütləqdir. Özün əməl eləməlisən və günahlardan uzaq olmalısan. Və bəzən görsən ki, insan eləmədiyi şey deyirsə, Allah Taala görsən ki, ona bərəkət vermir. Məsələn, sən necə ola bilər ki, məsələn deyək, namaz qılmadığın halda və ya da sünnət namaz qılmadığın halda başqalarına buna əmr edirsən. Allah Taala Quran-Kərimdə buyurur ki: "Etəmurunən-nəsə bil-birri və tənsəvnə anfusakum və entum tetlunəl-kitab, əfələ ta'qilun?" Siz deyir, yəni özünüzün etmədiyiniz şeyləri cəmaata niyə əmr edirsiniz? Ağıl eləmirsiniz. Ona görə nə etmək lazımdır? Özün əməl etdiyin şeylərdən danışmaq lazımdır. Özün əməl etdiyin şeylərdən. Ola bilsin kimsə səndən soruşur. O soruşduğu barədə məsələn bir insan gizli namazı məsələn təqsirkardır, dura bilmir. O demək deyir ki, mən bundan yəni danışmamalıyam, mən buna əməl etməliyəm. Yox, danış ki mən. Amma yaxşıdır ki, özün əməl edəsən bunca. Çünki bu baxırsan ki, bəzən Allah Taala belə şeylərə bərəkət vermir. Özün əməl eləmədikcə. Və sonra deyir ki, günahlardan uzaq olmaq. Yəni insan günahlardan uzaq olmalıdır. Çünki insan günahların içində batdığı halda bu Allahın, yəni yer üzərində qoyduğu sünnətidir. Allahın sünnətidir. Yəni nədir? Allah Taala heç vaxt asi insanların əlindən bu şərəfli elmi, bu şərəfli dəvəti yaymır qardaş. Ta ki bu dinə xələl gəlməsin deyə. Allahın sünnətidir. Allahın dini, bu dəvət şərəflidir və şərəfli insanların əlindən yayır. Yəni, ona görə bu şeylərə diqqət etmək lazımdır. Günahlardan uzaq olmaq lazımdır. Bil ki, sən günah elədiyin təqdirdə başqasını hidayətə çağıra bilmirsən. O sadəcə sənin sözün nə edir? Sənin sözün ağzından çıxır, gedir onun qulağından dövr eləyir, qulağının ətrafında düşür yerə. Qulağının ətrafında dövr eləyir, düşür yerə. Yəni qəlbinə daxil olmur. Ona görə də mühüm məsələ diqqət etmək lazımdır. Mühüm məsələ. Və həmçinin dəvət etdiyin məkana, insana, zamana diqqət etmək lazımdır. Elə hər dəfə durum mən cəmaatda dəvət çatdırım, belə olmaz. Bəzən görsən ki, elə ortam olur ki, sənin orada susmağın xeyirlidir. Elə ortam olur ki, sən orada danışmağın xeyirlidir. Bu şeyləri ona görə dəvətin şərtlərini öyrənmək lazımdır ki, sən hansı məqamda və hansı insanlara dəvəti çatdırmalısan və hansı zamanda. Bəzən görsən insan sıxıntılıdır, ona yaxınlaşma. Çünki bəzən insanlar o nəfsi sıxıntılı olan zaman səndən dəvəti hətta rədd edə bilər, inkar edə bilər. Ona görə münasib məqamı, qəlbinin yumuşaqlığını yoxlamaq lazımdır. O anı tutmaq lazımdır. Və ondan sonra deməli və bir məqam da var ki, səbr eləmək lazımdır. Elm, əməl, dəvət, səbr. Səbr eləmək lazımdır. Və bu birdən-birə olmaya bilər. Sən bütün səbəblərdən tutmusansa, o saydığım şeylərdən tutmusansa, mütləq insan eləməyə səbr eləməlidir. Səbr eləmək. Çünki bəzən gecikə bilər, bəzən vaxt çəkə bilər. Lakin o demək deyil ki, mən dəvət elədim, gəlmədi. Yox, səbirli olmaq lazımdır. Peyğəmbərlərin dəvətini yada salmaq lazımdır. Peyğəmbərlər ancaq onların dəvəti, yəni nə idi? Səbir idi, səbirlə dəvət edirlər.
Bəzən illər çəkə bilər bir insan hidayət üçün. Sən əzmkar olmalısan, əl çəkmədənsən. Bu hidayət olmur deyib tullamamalısan. Bu şeyləri eləyəndən sonra inşallah ki, umulur ki, dəvətdə nicət tapa bilirsən. Allah müvəffəq eləsin.